Siyasətin izahlı lüğəti efirdədir. İrqi üstünlük haqqında hər hansı bir doktrina elmi cəhətdən yanlışdır. Doktrina deyiləndə nə başa düşülməlidir? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Doktrina müəyyən bir sahədə nəzəri və ya praktiki baxışların, prinsiplərin və qaydaların sistematik şəkildə ifadə edilməsi və qəbul olunmasıdır. Siyasi, hüquqi, hərbi və dini sahələrdə geniş istifadə edilən doktrina əsasən müəyyən bir dövlətin, təşkilatın və ya ideologiyanın fəaliyyət istiqamətlərini, strategiyasını müəyyənləşdirir. Doktrinalar adətən konkret problemlərin həlli üçün nəzəri çərçivə yaradır və həmin sahədə gələcək fəaliyyət üçün yol xəritəsi rolunu oynayır. Doktrinalar adətən bir liderin, dövlətin və ya ideologiyanın prinsiplərinə əsaslanır və uzunmüddətli strateji məqsədləri müəyyənləşdirir. Burada yenə misallara müraciət etmək istərdim. Məsələn, siyasi doktrinalar dövlətlərin daxili və xarici siyasətində əsas istiqamətləri müəyyənləşdirir. Hüquqi doktrinalar isə hüquq sisteminin prinsiplərini, qanunların tətbiqi və şərhi metodlarını əhatə edir. Hərbi doktrinalar isə silahlı qüvvələrin istifadə prinsiplərini və müharibə strategiyalarını müəyyən edir. Təbii ki, burada misallar bir qədər də artırmaq olar. Doktrinaların qəbul edilməsi və həyata keçirilməsi adətən geniş müzakirə və elmi əsaslandırma tələb edir. Çünki hər hansı bir doktrina dövlət siyasətində və ya beynəlxalq münasibətlərdə ciddi nəticələrə səbəb ola bilər. Doktrina həm də müəyyən ideoloji çərçivə yaradır və dövlətlərin və ya təşkilatların fəaliyyətini bu çərçivə daxilində istiqamətləndirir. Bəzi doktrinalar tarixi şəraitə uyğun olaraq formalaşır və zaman keçdikcə təbii ki, dəyişdirilir və yenilənir. Məsələn, Birləşmiş Ştatların xarici siyasətində uzun illər, 10 illiklər ərzində istifadə edilən Monroe doktrinası və ya Truman doktrinası tarixi dövrlərdə konkret siyasi məqsədlərə xidmət etmiş və Birləşmiş Ştatların beynəlxalq münasibətlərdə davranışını, siyasətini müəyyən etmişdir.